Salam əziz şagirdlər. Dəyər yayınları sınaq 1, 9-cu sinif riyaziyyat suallarının izahına baxaq. 57-ci sualda tənasübün orta hədləri 24 və 8-də 5-dir. Kənar hədlərindən biri 7-də 3 olarsa, o biri kənar həddə tapın. Deməli, bizə deyir orta hədlər, yəni 24 bərabərdir 8-də 5. Bunlar oldu orta hədd. Kənar hədlərdən biri, baxın, birini 7-də 3 verib. Yəni, yazıram biri x, biri də 7-də 3. Tənasübün əsas xassəsinə görə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni, x vurulsun 7-də 3 bərabərdir 24 vurulsun 8-də 5-ə. Buradan da 7-də 3x bərabərdir. 24 ilə 8 ixtisar gedər, burada qalır 3. 3-ü 5-ə vursaq 15. Yəni, 3x bərabərdir 7 vur 15, 105. X bərabərdir 35-ə. Bizdən x-i soruşurdu. Doğru cavabımız D variantı. Keçid alaq 58-ci suala. 58-ci sualda A bərabərdir 12-də 13, B bərabərdir 6-da 5, C bərabərdir 4-də 3 olarsa aşağıdakı müqayisələrdən hansı doğrudur? Biz bunları elə ortaq məxrəcə gətirsək, A bərabərdir 12-də 13 olduğu kimi qalar. Biraz da bunu sadələşdirsək, 1 tam 12-də 1. B bərabərdir sürət və məxrəci vurmalıyıq 2-yə, 12-də 10. C bərabərdir sürət və məxrəci vurmalıyıq 3-ə, 12-də 9. Göründüyü kimi A-nın tamı var. A böyükdür B-dən, o da böyükdür C-dən. Doğru cavabımız olacaq D variantı. Baxaq 59-cu suala. Deməli, 59-cu sualda ifadənin qiymətini hesablamamızı istəyir bizdən. Buradan deməli, tənasübün xassəsinə görə AD bərabərdir BC-yə. Başqa, D-ni 1-ə vursaq, D bərabərdir 3C-yə. Həmçinin AB, A-nın B-yə nisbəti bərabərdir 1-in 3-ə. Yəni, buradan da 1-in 3-ə. Buradan da B nəyə bərabərdir? 3A-ya. Bunları yazaq. Daha sonra bizə verilən ifadəni sadələşdirək. Vurub açsaq, nə alarıq? BC. Sürətdə nə alarıq? Deməli, AD çıxılsın AC, üzərinə gəlsin BD, çıxılsın BC. Buradan diqqət eləsək, deməli, AD BC-yə bərabərdir. Gətirib yerinə yazaq. AD-nin yerinə BC yazsaq, BC çıxılsın AC, üzərinə gəlsin BD, çıxılsın BC. Məxrəcdə BC-ni olduğu kimi saxlayıram. Buradan BC-lər islah olunur. Surətdə deməli nə qalır? Məxrəcdə BC, surətdə isə BD çıxılsın AC. Bu da bərabərdir. Bunu biraz. Deməli, B-nin yerinə nə yaza bilərik? B-nin yerinə yaza bilərik 3A. Sürətdə B-nin yerinə 3A yazsaq, 3A vurulsun. D-nin yerinə də 3C yazsaq, 3C. Çıxılsın AC. Məxrəcdə də BC-ni olduğu kimi saxlasaq, bu da bərabərdir. Bu da bərabərdir. Deməli, eləyir 9AC, AC də çıxanda 8AC. Məxrəcdə BC-dir. B-nin yerinə 3A yazsaq, 3A vurulsun C. Buradan A ilə C ilə ixtisar gedər. 3-də 8, o da bərabərdir 2 tam 3-də 2 deməkdir. Yəni, doğru cavabımız A variantı olacaq. Keçək 60-cı suala. 30 və 48 ədədlərinin ən kiçik ortaq bölünəni tapın. Əkobunu istəyir, yəni. 30 və 48-i sadə vurğularına ayıraq əvvəlcə. 2-yə hər ikisi bölünür plus 15, burada isə 24. 3-ə hər ikisi bölünür plus 8, burada 5. 5-ə 1-i bölünür, ona görə minus, burada 1 və 8.
2'yə bölünür 4, 2'yə bölünür 2, 2'yə bölünür 1. Deməli, baxın, burada gördüyümüzün hamısı əkobdur. 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 3 vurulsun, 5. Deməli, bura qədər elədi 16, 5'ə vursaq 80, 3'ə vursaq 240. Doğru cavabımız olur B variantı. Keçid alaq 61-ci sual. 61-ci sualda aşağıdakı çoxluqlardan hansı A, C, D, E, F çoxluğunun alt çoxluğu deyil? Bax, burada diqqət eləməliyik bu deyil sözünə. Baxın. A, F, C alt çoxluğudur. B-də A, D, Y alt çoxluğudur. C-də sadəcə D alt çoxluğudur. D-də A, B, C bu qalsın. Y-də C, A, Y, C, A, Y alt çoxluğudur. Bu D doğru deyil. Çünki burada A, B, C'dir. B yoxdur. 62-ci suala baxaq. Şəkildə AB CD-yə paraleldir. Bucaq ACY 110 dərəcə. ACY 110 dərəcə. Buradan deməli bunun uzantısını da belə çəkə bilərik. Bunun uzantısını çəksək, bunun da uzantısını çəkək. Baxın. Daxili çarpaz bucaqlardan əlavə daxili bir tərəfli bucaqlar. Burada daxili bir tərəfli bucaqlar əmələ gəlir. 45. Bura neçə olmalıdır? 135 dərəcə. Çünki daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Deməli, bura 110, 135. Ümumi tam bucağa, yəni 360'a tamamlanmaq üçün bu ikisini toplayanda 245. Bura neçə qalır? 115 dərəcə. 115 dərəcə. 250, 110, 360. Deməli, bizdən də elə YSD-ni soruşurdu. O da oldu 115 dərəcə. Doğru cavabımız D variantı. 63-cü suala baxaq. AB və BA iki rəqəmli ədədlər olduqda AB plus BA bərabər 77 olarsa, A-nın ala biləcəyi ən böyük sadə ədəd neçədir? Deməli, bunların biz açılışını yazaq. 10A üzərinə gəlsin B, üzərinə gəlsin 10B, üzərinə gəlsin A bərabərdir 77. Buradan A-ları bir qruplaşdıraq. 11A üzərinə gəlsin 11B bərabər olur 77-yə. 11-i mötərizə xaricinə çıxarırıq. A plus B bərabərdir 77. Hər tərəfi 11'ə ixtisar eləsək, A plus B bərabər olur 7. Deməli, burada A plus B-nin müxtəlif halları var. Yəni 1, 6, 2, 5, 3, 4. Bu formada. 4, 3. Yəni yerləri dəyişik də olur. İndi görək bizdən nəyi soruşur? A-nın ala biləcəyi ən böyük sadə ədəd neçədir? A-nın ala biləcəyi ən böyük sadə ədəd, deməli, birinci A-nı yazsaq, ən böyük sadə ədəd 5 ola bilər. Çünki 5 ilə 2 uyğun gəlir. Artıq 6 mürəkkəbdir, 7-ni də ala bilməz. Çünki 7 alsa B 0 olmalıdır, B də 0 ola bilməz. 5. Deməli, doğru cavabımız olur C variantı. Keçid alaq 64-cü suala. Deməli, bu 1000-də 1-dir. Bunun sürət və məxrəcini 1000-ə vursaq, məxrəcdə 1, sürətdə 1000 olur. Yəni, bu nə deməkdir? 1000 deməkdir. Mötərizənin içərisini toplasaq, alarıq 0 tam, elə mötərizəni ləğv eləyək, vurulsun 0 tam %22. Bu da bərabərdir. Hasilində, yəni 10'luq kəsiri 10'a, 1000'ə, 100'ə vurmada 0'ın sayı qədər vergül sağa gedir. Neçə addım gedəcək? 3 addım. 2 addım var, 1 addım da özümüzdən əlavə eləyirik. Yəni 0 olur 220. Doğru cavabımız D variantı. Baxaq 65-ci suala. Məktəbin 10-cu sinif şagirdlərindən hər biri ən azı bir xarici dili, ingilis və ya rus dilini öyrənir. Onların 60% ingilis dilini. 70% rus dilini və 9 nəfər hər iki dili öyrənirsə, bu sinifdə neçə nəfər şagird var? Deməli, Eyler-Venn dairələrindən biz bunu asan şəkildə yaza bilərik. Bu tərəf olsun ingilis, bu tərəfdə olsun rus. Deməli, sinifdəki ümumi şagirdlərin sayı x-dir. X. Onların 60% ingilis dili. Yəni, x-in 60% nə eləyir? 0,6x. Bu ingilis dilidir.
9 nəfər hər iki dili öyrənir. 70% rus dili, yəni 0,7 x də rus dilidir. İndi ümumi sinif x idi. Hamısını bir yerdə, yəni baxın, İngilis və rus. Bunları toplasaq nə olar? 0,6x üzərinə gəlsin 0,7x bərabərdir 1,3x edir. Deməli, burada x-i nə qədər keçdi? Yəni 0,3x keçdi. Bu nədir? Bu, bunların hər ikisinin olduğu, yəni kəsişməsi. Bərabər 9-a. Elə buradan 3x bərabərdir 90, x bərabərdir 30. Deməli, sinifdə ümumi şagird sayı neçə oldu? 30. Doğru cavabımız B variantı. Bizdə bu sinifdə neçə nəfər şagird var? 30 nəfər. Çünki baxın, 30-un ayrı-ayrılıqda bu ingilis dilini soruşsaydı bizdən, o zaman ingilis dili nə olardı? 30-un 60% eləyir 18. 18-in 9-u buradasa, burada 9 olacaqdı. Bu 70% eləyir 21. 9 orada deyə 12 də burada olacaq. Bu formada. Doğru cavabımız 30. B variantı. 66-cı suala baxaq. Deməli, D1 D2-yə paraleldir. Beta çıxılsın alfa bərabərdə 30 dərəcə olarsa, alfanı tapın. Buradan baxan kimi görünür ki, alfa plus beta bərabər olmalıdır 180-ə. Çünki daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə bərabərdir. Beta çıxılsın alfa bərabərdə 30 dərəcə verilib bizə. Formada biz bunları toplasaq, alfalar islah olunar. 2 beta bərabərdir 210 dərəcə. Beta bərabərdir 105 dərəcə. Bizdən nəyi soruşur? Alfanı. Beta deməli 105-dirsə, alfa bərabərdir olmalıdır 75 dərəcə. Niyə? Daxili bir tərəfli bucaqlar idi. Cəmi 180 dərəcə olmalı idi. Deməli, doğru cavabımız oldu B variantı. 67-ci sual. Ölçüləri 15 metr və 24 metr olan düzbucaqlı şəklində olan sahəni mümkün olan ən böyük ölçülü bir-birinə bərabər kvadrat şəkilli mərmər ilə tam örtmək tələb olunur. Bunun üçün neçə kvadrat şəkilli mərmər lazımdır? Deməli, biz burada əvvəlcə əbob tapmalıyıq. Əbob 15 və 24-də. Buradan da 15 nə deməkdir? 3 vurulsun 5 deməkdir. 24 nə deməkdir bəs? 24 də 3 vurulsun 2, vurulsun 2, vurulsun 2 deməkdir. Deməli, buradan aydın olur ki, əbob neçə olur? 3 olur. 3 olur. Daha sonra bunların sayəsini tapsaq, S bərabərdir 15 vurulsun 24. 24. Deməli, bunun sayəsini yəni tapsaq, bu formada qalsın. İndi əbobu tapdıq 3. Deməli, tərəfi 3 olmalıdır. O zaman bunun sayəsi nə olur? S bərabərdir 3-ün kvadratı, yəni 9. 9 olur. Mərmərin, yəni mərmər artıq 9 oldu. Deməli, ümumi sahəni bölək, yəni 15 vurulsun 24-ü bölək 9-a. Görək neçə mərmər istifadə olunur. Deməli, 3-ə ixtisar eləsək, burada 5 qalar, burada 3. Yenə 3-ə ixtisar eləsək, burada 8. 5 dəfə 8, 40. Deməli, doğru cavabımız oldu 40. Yəni, C variantı. 68-ci sualda A çoxluğunun sayı 20, kəsişmə 11 olarsa, A çıx B-ni soruşur. Deməli, baxın, bunu yenə də Eylerbenlə yazaq. Burada A, burada B. A-nın sayı, kəsişməni yazıram əvvəl 11. Deməli, burada neçə olur? 9. Yəni, B-də, deməli, A çıx B buradan görünür ki, nəyə bərabərdir? 9-a bərabərdir. Doğru cavabımız B variantı. 69. 69-cu suala baxaq. 2 vurulsun, 4-də 1 çıxılsın 1. 4-də 1-dən 1 çıxsaq, yəni bu 1 nə deməkdir? 1-i 4-də 4 kimi yaza bilərik. Bu olur ki, 2 vurulsun, mənfi 4-də 3. Çıxılsın 2-də 1. Bu da bərabərdir. 2-ni 4-də 3-ə vursaq, 2-lər ixtisar olunur. 2-də 3 qalar. Çıxılsın 2-də 1. Bu da bərabərdir. Mənfi 2-də 4. Bu da bərabərdir nəyə? Mənfi 2-yə. Yəni, doğru cavabımız olur D variantı.
70-ci suala baxaq. 70-ci sualda indi burada görsənmir. Burada rənglənmiş hissə baxın bu hissədir. Davam eləyək. Deməli, aşağıdakı hansı hissə rənglənmiş hissə uyğundur? Yəni B çıxılsın A-dır bu. B-dən A-nı çıxırıq. Bu hissə A-dırsa, B çıx A doğru cavabımız olur. D variantı. Sonra 71-ci sual. Sualda duzluluq faizi 24% olan 200 litr duzlu su məhluluna 100 litr duzlu su məhlulu qarışdırılır. Alınan məhluldakı duzun faizi 30% olarsa, qarışdırmazdan əvvəl 100 litr duzlu su məhlulunun duzluq faizi neçə idi? Deməli, əvvəlcə nəyi tapaq? 200 litr duzlu su məhlulunun 24%. Yəni, nə deməkdir bu? 200-ün 24%-ni tapaq görək nə qədər duz var. Bərabərdir 48. 48 duzlu suya, daha sonra 100 litr su əlavə olunduqda, duzun da üzərinə əlavə olunur da, bilmirik nə qədərdir, x əlavə olunur. Ümumi məhlul nə olur? 300. 300. Deməli, 300. Bu x-i bəs hardan aldıq? Yəni, ümumi yüzdə x-dir, düzdür? Duzluluğu vurulsun 100. Bərabərdir x. Yəni, bunu üzərinə əlavə edirik. Ümumi duzluluq artıq oldu, 48 plus x oldu. Bəs ümumi məhlul neçədir? 300. Ümumi məhlul 300 oldu. Deməli, yeni qarışımda o zaman nə olur? 300-də 48 plus x vurulsun 100 bərabərdir nəyə? 30%. 30%. İndi buradan bunu hesablasaq, 3-də 48 plus x bərabərdir 30. Buradan da 48 plus x bərabərdir nəyə? 90-a. X bərabərdir 42%. Doğru cavabımız C variantı. 72-ci sualda qonşu bucaqların nisbəti 2-nin 3-ə kimidir. Bu bucaqlardan kiçik olan neçə dərəcədir? Qonşu bucaqların cəmi bilirik ki, 180 dərəcə bərabərdir. Yəni 2k plus 3k bərabərdir 180. 5k bərabərdir 180. K bərabərdir 36 dərəcə. Deməli, 2k bərabərdir 72. 3k bərabərdir 108. Kiçiyi soruşurdu 72 dərəcə. 73-cü suala baxaq. 4 ayda 200 avtomobil istehsal edən zavod 5 ayda neçə avtomobil istehsal edir? 4-ün 200-ə nisbəti 5-in x-ə nisbətinə bərabərdir. 4x bərabərdir 5 vurulsun 200. 4x bərabərdir 1000. X bərabərdir 250. Doğru cavabımız oldu 250. 56 ədədinin 75%-ni tapın. 75% ilə 4-də 3 deməkdir. 56-nın 4-də 3-ünü də tapa bilərsiniz burada. Və yaxud 56 vur 75 böl 100-də. 56 ilə 4 ixtisar getsə 14, 14-də 3-ə vursaq 42. Deməli, 74-də doğru cavab oldu 42. Sinifdəki oğlanların sayı bütün şagirdlərin sayının 3/2-si. Bütün şagirdlər x-dir. 3/2x o zaman oğlandır. Yerdə nə qalır? 3/1x də qızlar qalır. Və deyir ki, sinifdəki qızların sayı 12 olarsa, yəni 3/1x bərabərdir 12, x bərabərdir 36. Sinifdə cəmi 36 şagird var. Oğlanların sayını tapın. Oğlanların sayı nə idi? 3/2x. Düzdür, əvvəldə verilib. Yəni 36 vurulsun 3/2x. 3/2. Bu da bərabərdir 12. 2-yə də vursaq 24. 24 oğlan var. 12 qız var. Keçid alaq növbəti suala. 76-cı sualda şəkildə AB CD-yə, BC də D-yə paraleldirsə, bu bucaqlar bir-birinə bərabərdir. 30 dərəcə. Bu qədər sadə bir sual. 77. Rəqəmləri bir-birindən fərqli
2, 0, 4. A 4 rəqəmli ədədi 2-yə qalıqsız bölünürsə, A neçə fərqli qiymət ala bilər? Burada əvvəlcə 2-yə qalıqsız bölünməsi üçün A 0, 2, 4, 6, 8 qiymətlərini ala bilər. Burada rəqəmləri fərqlidir, bir-birindən fərqli dediyinə görə 2 istifadə olunub. İstifadə edə bilmərik. 0 istifadə olunub, eləyə bilmərik. 4 istifadə olunub, eləyə bilmərik. 6 və 8 2 qiymət ola bilər o zaman. Çünki bir-birindən fərqli deyil. Əgər fərqli deməsəydi, digərlərini də ala bilərdi. 78. Bölmə əməlində bölən 8. Yəni x bölünsün 8, natamam qismət 51, qalıq 7. Tapsaq x bərabərdir. 8 51-ə vurarıq. 408 üstə 7 gəlsək 415. Deyir ki, bu bölmə əməlində böləni 9 ilə əvəz etsək. Yəni 415 bölünsün 9 bərabərdir x. Əvəz etsək qalıq neçə olur? Heç x-ə ehtiyac yoxdur. 9-a bölünmə əlaməti nədir? Rəqəmlərin cəmi. Yəni 4 plus 1 plus 5 o da bərabərdir 10. Onun da 9-a bölünməsindən alınan qalıq nə olar? 1. Deməli, bizdən soruşulan cavab 1 imiş. 79. 216 ədədinin 8-də 5 hissəsi. Yəni 216 vurulsun 8-də 5-ə. Bu da nə eləyər? Deməli, 2 dəfə 56, 27 vur 5. Bərabərdir 135. Hansı ədədin 17-də 5 hissəsinə bərabərdir? Yəni 135 tapdıq. Burada da isə 17-də 5 hissəsi 135 olan ədədi soruşur bizdən. Yəni 135-i bölərik 15-ə, vurarıq 17-yə. Bu da bərabərdir 15-ə böləndə 9, 9 da vurarıq 17-yə 153. Baxaq 80-ci suala. X ədədindən 40% çox olan ədəd. Yəni x ədədindən 40% çox olan ədəd nədir? X-in 40%-də 0,4x-dir. Y ədədindən 2% az olan, yəni y çıxılsın 0,2y. Ədədə bərabərdir. Bərabərləşdirsək, alarıq 1,4x bərabərdir 0,98y. Hər tərəfini 100-ə vursaq, 140x bərabərdir 98y. 14-ə ixtisar eləsək, 10x bərabərdir 7y. Bizdən nəyi soruşur? Y-i x ilə ifadə edin. Yəni, y bərabərdir, deməli, 10x bölünsün 7. Bu formada ifadə etmiş olduq. 81-ci sual. Deməli, düz xətt üzərində A, B, C, D nöqtələr ardıcıl olaraq qeyd olunmuşdur. Ardıcıl olaraq qeyd etsək, daha sonra bizə deyir ki, AB parçasının uzunluğu 156. Bura 156. Və AC 3K. CD 4K. DB 5K. DB 5K'dırsa o zaman bura K olur. Burada 2K olur. Burada. O zaman AB parçasının bölündüyü. Aha, burada deməli ardıcıllıq pozulur. Amma bizə ardıcıl olaraq vermiş. Deməli, burada ardıcıllıq pozulursa o zaman AC, DB. Bu formada olacaq ardıcıllıq. Nəyə görə? Çünki AC 3K verir. AC 3K. CD isə 4K. DB 5K. Baxın, A-dan B-yə 156 deyir. 156. Yəni 3K plus 4K plus 5K bərabərdir 156. Deməli 12K bərabərdir 156. K bərabərdir 13.
K'nın 13 olduğunu tapdıqdan sonra ben bunu götürüb kənara qoyaq. Bu hissə. K'nın 13 olduğunu tapdıq. Deməli, bura olur 39. Birinci və üçüncü hissə. Bu da üçüncü hissə. Baxın. AB parçası. Birinci, 2, 3. Bura 3K idi. Yəni 39 olur. 39. Bura isə 5K idi. Yəni 65 olur. Bunların birinci və üçüncü hissənin ortaları arasındakı məsafə. Bunun yarısı neçə eləyir? 19 tam, yoxsa 18 tam? 19 tam. 19 tam onda 5. Burada isə 32 tam onda 5 eləyir. Yarısı. Bunları, bəs orta neçədir? Orta hissə. Bu hissə isə deməli, K'nı neçə tapmışıq? 13. 52 də bu orta hissədir. 52. Deməli, 19, 32, 51, 52. Ortada 52 olur. 52 plus 52 bərabərdir 104 santimetr. Deməli, sonuncu sualımızın da izahı bu formada. Kanala abunə olub, bəyənməyi unutmayın. Sağ olun, hər birimizə uğurlar.